bu dil eğer Allah üçün, Allah yolunda, insanları haqqa çağırmaq yolunda istifadə olunacaqsa, o səni xilas edəcək. Yox, əgər Allah qorusun, bu dili şərrə yönəldəcəksənsə, qeybətə, nəmmamlığa, yalana, böhdana, insanların arasını vurmağa yönəldəcəksənsə, o zaman Allah Teala səni həm bu dünyada, insanlar səni sevməyəcək, həm də ahirətdə Allah Teala səni alçaldacaq. Başına Muhammed sallallahu aleyhi ve sellem Muaz radiyallahu anh'a nə dedi? Dedi ki, ona haqqın, xeyrin yollarını göstərdi Muhammed sallallahu aleyhi ve sellem və dedi ki, sonunda ey Muaz, bilirsən bu şeylərin hamısına necə çatmaq olar? Muaz radiyallahu anh dedi ki, nə ilə ya Resulullah? Muhammed sallallahu aleyhi ve sellem dedi ki, dilin göstərdi ki, bunu tut, bunu saxla, bunu qoru. Muaz radiyallahu anh dedi ki, ya Resulullah, məyər insanlar danışdığı şeylərə görə soru-sual olunacaqlar? Muhammed sallallahu aleyhi ve sellem dedi ki, ey Muaz, anons itirsin. Ərəblərdə adətdir, təəccüblü şey olanda o ifadəni deyirdilər. Məyər insanların cəhənnəmə dizi üstsə, üzü üstsə sürünərək atılmaqlarına səbəb dilləri ilə danışdıqları deyil. Deməli, danışdığımız hər kəlməyə görə Allah Subhanahu taalaya cavab verəcək.